Ata deyir, oğlum durğuzurdu, alim idi. Oyadırdı ki, dur gedək gecə namazı qılaq Nəcəfdə, hərəmdə, Həzrət Əlinin hərəmində. Deyir ki, tənbəllik eləyirdim durmağa. Neçə dəfə durmadım. O da deyir, mənə çox mərhəmətlə olur. Bəzi atalar kimi yox, özü namaz qılır, gəlir çomaqla uşağını durğuzur ki, dur namazdır falan. O şəkildə olmaz. Deyir, çox yumuşaq tərzdə deyir, oğlum, xahiş edirəm, dur, gedirəm hərəmə, sən də gedə bir şirkət gecə namazı qılaq falan. Deyir, durmurdum. Bir dəfə deyir, axırda güclə, bəla ilə durdum, turşumuş üzlə, narazı ifadə ilə, belə ki, məni qoymadın yatam, getdim, deyir, getdi, hərəmə çatanda qapısına gördük dilənçilər oturub, əl açıb dilənirlər. Deyir, mənə baxdı, dedi ki, oğlum, bu dilənçilər görsən, səhər vaxtı, gecə vaxtı yuxularına haram qatıblar. Yəni, oyanıblar. Gəliblər bu ümidlə ki, keçən bəlkə nəsə verər. Heç kəs də söz verməyib onlara ki, gəlin sizə pul verəcək. Ümidlə gəliblər ki, keçənlərdən kimsə mərhəmət eləyər, nəsə verər. Sonra deyir, yerin göyün Allahı isə vədə verib gecə oyanıb ibadət eləyənlərə. Elə şeylər verəcəm ki, heç kəsə vermirəm. Xüsusi neymətlərdən onlar. Yəni, bu dilənçinin o yoldan keçənə inandığı qədər Allaha inanmırsan, deyir. Belə dedi mənə. Deyir, and olsun Allaha, bütün vücudum titrədi, deyir. Ondan sonra, ömrümün sonunacan gecə olmadı ki, gecə ibadətini tərk edeyim. Sən keçirsən, gedirsən, dilənçini görürsən, deyir, hər baxışda bir ibrət var. Baxanda ona, başqa baxışla baxanda görürsən ki, sən demə, belə ibrətlər çıxarmaq olur.